Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, kim dastamaz alsa və gözəl dastamaz alsa və sonra cüməyə getsə, qulaq assa xutbəyə, danışmasa, mühümdür, cümə namazı, xutbə vaxtı danışmaq olmaz. Başqa hədisdə gəlib ki, səhih, kim danışsa cüməsi batıl olur. Təsələ əziyyət çəkib gəlirsən, başlayırsan, bəziləri görürsən, xutbə vaxtı telefona cavab verir. Yəni, mən namazdan danışmıram. Xutbədə zəng gəlir, səsin o, cavab verir. Olmaz, olmaz. Xutbə vaxtı imam minbərə çıxanda qulaq asmalısın gerək. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, kim gəlsə, dastamaz alıb, meçidə gəlsə, xutbəyə qulaq assa, danışmasa, Allah subhanət hala bir cümlə, o birisi cümlənin arasında etdiyi günahları Allah Taala onu bağışlayar, hələm 3 gündə artıq. Müslim rivayət edir. Ona görə cüməyə gəlməyi böyük savabı var, böyük əcri var. Çalışın bu əməli tərk eləməyin.